Birinci. Hansı daha ciddi sayılır burada? Birinci. Birinci. Yok, yok. Düz demiş. Birinci. Elə bir Digər, birini digərləri niyə ciddi sayılmır? oynaqdılar. İndi məsəl Tərəfləri. üçün bu tapşırıq xeyri oldu biraz yəni. Nəsə hiss eləyə bildiniz fondları. Bəli, bəli. Burada bu nə idi? Bu nə ilə bağlıdır? Bu yadına tutma. Texnologiya Ha, ilə fond mu? bağlı Ha, falan, fond. bir də fast food. Ha, fast foodda belə tipli fond işlədəcəksiniz. Belə tipli fond işlədəcəksiniz. Bu ucu düzgün olmadı. Bu Texnologiya. fast foodda bu ucu bu şey kitabxana bu havası verir. Bu çox sərtdir axı. Kitabxana köhnə klassik ab-hava verir. Ha, texnologiya idarə eləyər, amma fast food düz olmadı. Fast foodda Yazılı kitabı həm götürürəm. məsəl üçün belə tipli biraz fond işlətməlisiniz. Belə tərzi fond işlətməlisiniz. Adi bir şəkildə Google-a fast food fond yazanda elə Google özü nə boyda foodlarla bağlı fast foodlar, imенно fast food deməli. Food məsəl üçün ayrıdır, fast food ayrıdır. Fast foodla bağlı çox, yəni fond tövsiyə edir. Çünki fast food tələbatı çoxdur. Görürsüz? Bax belə tərzdir. Biraz daha əyləncəli, biraz daha çox diqqət çəkici, font qeyri-adi biraz görsənsin, amma o qədər də qeyri-adi yox da. Ha, başa düşdünüz məni? Bəli. İndi elə istəmişdim. Axırıncı moment niyə elə qoydum? Yaxşı. Kənardakı səslər sizi narahat eləmir. Yox, xeyr. İndi Photoshop'a keçirik. Photoshop'a yavaş-yavaş başlayaq. Kəsim işləri ilə başlayacaqsınız. Elə poster hazırlayanda gəlib Photoshopda kəsib doğrayıb arxa planı silib istifadə edə biləcəksiniz illüstratorunuzda. Yavaş-yavaş artıq Photoshop'a başlayaq. Biraz yeni bir şey, çox-çox fərqli yeni bir şey görəsiniz. Photoshopda, Photoshop'unuz var da. Yox. O da Necə? proqramda yüklətməmişəm. Niyə? Hə? Bilmirəm ki. Necə də bilmirəm. Photoshop lazım olmayacaqdı sizə. Hə? Ancaq bunu yükləmişik. O siz demədiniz mənim alim ki, alim sizə demədi ki, Photoshop lazımdır sizə. Yükləmədi, yox. Siz yəqin özünüz dediniz ki, mənə ancaq illüstrasiya lazımdır. O da yəqin fikirləşir ki, Photoshop'unuz var da. Görürük kompüter təzədir. Hə? O görüldü axı kompüter mən təzə almışam. Mən sizə demişdim axı Photoshop'un illüstratoru yükləməlisiniz. Yox, yükləməyib. Burada yüklədərəm, problem yoxdur. Yaxşı. Bir baxım. Yoxdur. Baxın, burada Yüklədərəm. Bir e, dəqiqə, bir dəqiqə. illüstratorun interfeysi kimidir vəziyyət? Eyni interfeysdir. Danışmayacaqsınızsa səsi bağlaya bilərsiniz yəni. İllüstratorda eyni interfeys vəziyyəti var. Yəni burada situasiyası fərqli deyil çox da. Bəzi hissələrində fərqlidir, onun bəzi hissələrini göstərəcəm sizə. İllüstrator kimi yenə tarixçəmiz var bizim. Bu tarix hissəsidir. Yəni indiyə qədər işlətdiyiniz səhifələr filan, onlar bir müddət sonra burada silinir təbii ki. Adi bir qaydada foto hissələri var. Yəni fotoqrafiya üçün, nümunə fotolarla işləmək üçün olan səhifələr var. Yəni, bu hazır şablon ölçülərdə, illüstratorda da bu var idi. A4, print. Eyni ilə burada da var. Printdə, art illüstrasiyalar, veblər. Bunlar hazır ölçülərdir. Sağ tərəfdə isə özünüz tənzimləyirsiniz də. İndi burada ölçü vahidləri biraz fərqlidir. Çox ölçü vahidi yoxdur burada. Çünki Photoshop vektor işi deyil. Bir də onu algılayın ki, Photoshopda siz visit card, flyer, logo və banner bunları hazırlaya bilmərsiniz.
Photoshopda hazırlanılır böyük billboardlar. Bugün billboardda başlayacağım sizə. Billboardlar hazırlanılır. Ondan sonra iminli hazırlanılır sosial media posterləri manipulyasiyalı şəkildə piksellə işləyəcək şəkildə. Vinillər bəzən hazırlanılır burada. Böyük vinillər olur. Daha çox biraz böyük ölçülü işlər hazırlanır. Bir də sosial media posterlərin daha belə kreativ versiyaları hazırlanır. Çünki burada Photoshop iminli piksellərini işləmək üçündür. Yəni daha çox piksel vasitəsilə işlər. Daha çox elə ancaq pikseldir. Illustrator vektor idi. Iminli vektor xəttlərini işləndirdi. Amma Photoshop artıq piksellərini işləmək üçündür. Burada yenə piksel hissəsi var. İnç hissəsi var. Bu inç hissəsi billboardlar üçün istifadə edilə bilir. Vinillər üçün istifadə edilə bilir. Santimetr, millimetr, points, pix isə daha çox böyük billboardlar üçün işlədilir. Eyni demək olar ki, bir-birinə bağlı ölçü vahidləridir. Amma məsələn, sosial media postu yazılırsınızsa, pikselsini işləyirsiniz. Və adi qaydada gəlsən ölçünüzü yazırsınız. Eyni temp. Illustratorda kimi, buracan Illustrator hissəsidir. Burada da yəni orientation dəyişmək, düzbucaqlı forma. Bunlar ölçülər eyni olanda orientation olsa dəyişmir. Burada 1920 olsaydı, bilirsiniz, düzbucaqlı eləyəndə düzbucaqlı formasını çevriləcəkdir. Illustrator hissəsi bu şəkildə. Burada da adını yazırsınız. Yəni işləyəcəyiniz proyektinizin adını qeyd eləmiş olursunuz. Eyni qayda, eyni prinsipdə burada yəni artboardlarımız var. Və Illustratorda olmayan resolution var burada. Bunu 300 eləyirsiniz. Keyfiyyətli şəkildə işləyirsiniz. Amma məsələn deyək ki 6000-in nə bilim 4000-ə, 6000-in 4000-ə ölçüsündə bir dənə dizayn işləyirsiniz. Billboard tutaq ki. Burada amma resolutionu aşağı salırsınız. 150, 72. Bu resolution keyfiyyət və plus da faylın ağırlığını tənzimləyən bir pozisiyadır resolution. Yəni siz o resolution hissəsində yəni istəsəz 300-dən yuxarı çıxmaq olmaz yəni 300-də saxlayırsınız. Minimumda 72. Amma 72 nə başlayırsınız o 6000-li, 7000-li ölçülər olanda. Amma 1000, 2000-li, 3000-li ölçülər olanda resolution 300 qalır. Bu da piksel inç qalır. Digital üçün işlərdə piksel inç qalır. Metrli, santimetrli ölçü vahidlərini işləyirsinizsə, piksel santimetr edirsiniz bunu. Sadəcə fərq budur. Yenə color modumuz var. RGB color seçirsiniz burada. Bunun bitini seçirsiniz. Yəni hansı bitlə işləyəsiniz. 16 bit ortalama 16 bitdir. 32 çox ağır olur. 16 bit daha münasibdir. İşləyəcəyiniz proyekti dondurmur. Ona görə həmişə 16 bitlə. Bir sözlə daha çox siz işləyəcəksiniz 300 və 16 bitlə. Bunu elə birbaşa həmişə diqqətə alın. Background kontentiniz var. Background kontent hissəsində bu sadəcə backgroundunuzun rəngini öncədən təyin eləməkdir. Burada xüsusi bir şey yoxdur. Sonradan da yəni background rəngi vermək olur. Yəni istəsəz black backgrounddan başlaya bilərsiniz. İstəsəz background color seçib sonra gəlib buradan rəngini dəyişə bilərsiniz. Qırmızı backgrounddan birbaşa başlaya bilərsiniz. Yəni bu xüsusi bir önəmi yoxdur. Yəni sonradan dəyişirsiniz onsuz da. Color profile hissəsində don't color manage eləsəz funksional işlədiyiniz zaman rənglər qarışa bilər. Rəng hətta verməyə bilər. Ona görə don't color manage-dən işləmirsiniz. Bu rənglərin idarə edilməsidir. Rənglərin idarə edilməsi demək ki, bağlayırsınız. Bəzən olur tələbə yadından çıxır, görmür o hissəsini don't color manage eləyir, sonra başlayır rəng verə bilmir. Bu deməkdir bağlamısınız, ancaq ağ-qara ilə işləyirsiniz. Bu anlama gəlir. Buna görə nə etməlisiniz? Windows-dursa Adobe RGB 1998 seçməlisiniz. Mac-dirsə Apple RGB seçmiş olursunuz. Çox da fərqi hiss olunmur. Yəni, ona görə Adobe RGB 98-i seçmək olar. Burada digərləri sadəcə köhnə versiyalardır. Keçmişlərdən qalan versiyalarda Photoshop yeniləndikcə, amma köhnə versiyalarını qoruyucu saxlayır. Yəni, bu ehtiyac yoxdur. Elə bu siz Adobe RGB 98 seçsəz yetərlidir.
Square Pixel hissəsi var. Square Pixel hissəsi var daha doğrusu. Burada Square Pixel hissəsində bu Square Pixel-ni saxlaya bilərsiniz. Bu belə köhnə versiyalardır. Yeni versiya budur. Yəni 2024-dən bəri işlənilən budur. Bu sadəcə piksellərin düzgün göstərməsi üçündür, keyfiyyətli göstərməsi üçün tənzimlənir. Create eləyirik və səhifəmiz açılır. Bu şəkildə bir səhifə çıxdı. Bu bizim backgroundumuzdur və bu da toollarımızdır. Var zamanı keçəcəyik. Bugün keçəcəyə baxın bu 3 dənə toolu. Bunlar hansı ki kəsmə, silmə, doğramaq işlərində köməkli göstərir bizə. Photoshopda arxa planı çox rahat şəkildə silmə üsulları var. Mask vasitəsilə, Select Subject vasitəsilə. Amma birinci onu göstərməyəcəm. Birinci çətinə öyrəşməlisiniz ki, sonra asanlığı keçəsiniz. Bunlar daha çətindir, amma Photoshopda çox asanlıqla bir düymə ilə arxa planı silmək olur yəni. Amma onu hələ göstərmək tezdir. Biz bunları keçəcəyik və bir də bunları keçəcəyik. Bunlar obyektləri seçmək üçündür artıq. Və təbii ki, silmək, kəsmək. Ümumi bu 3 tool və bu 3 tool. Kəsmə, silmə, doğrama bunlar üçündür. Burada da yuxarı hissədə illüstrasiyada var idi. Bu balaca üçbucağa basdığı zaman burada yenə bölmələr çıxır. Essentials-dan həmişə işləməyi tövsiyə olunur. Çox toollar, əsas toollar Essentials-da göstərmiş olur. İllüstrasiyada kimi burada gəlib fiqur çəkib background verməyimizə ehtiyac yoxdur. Birbaşa olaraq background rəngi necə verilir burada? Windows'dan illüstrasiyadakı biliklərinizi bura köçürdürsünüz. Yəni bir-birinə bənzər üsullar var. Layers istəyirsiniz, gəlirsiniz Windows'dan Layers-ı tapırsınız. Yəni düşür bura. Bunu sizə tərpədə bilirsiniz, qaldıra bilirsiniz yuxarı filan. Tərpədə bilirsiniz, oynada bilirsiniz onu. Necə istəsəz. Burada layer hissəsim var artıq, layer hissəm var mənim artıq. Və indi mən background rəngimi dəyişmək istəyirəm. Bu da selection tool'dur. Həmişəki kimi selection tool, yəni tərpətmək üçün, seçmək üçün filan. Mən gəlirəm layer bölməsinə. Baxın, background verirəm hal-hazırda. Yəni fiqur çəkmədən background vermək. Gəlirəm layers bölməmə. Burada tam ortada belə yin-yang işarəsinə bənzəyən, yəni belə yadda saxlaya bilərsiniz. Kamera işarəsinin yanında bu layer maskdır. Bunun yanında create new fill var və bu hissədə. Buna klikləyirik, burada bölmələr var. Çoxlu bölmələr var. Amma bunlar hələ başınız qarışmasın. Burada bizə hal-hazırda lazım olan solid colordur. Solid color tək rəngli backgroundlar vermək üçündür. Bu bölmə ümumiyyətlə necədir? Bu 3 dənəsi, yəni bu xəttə qədər backgroundlarla işləmək üçündür. Bu 4 dənə bu bölməyə qədər işıq kontrastlarla işləmək üçündür. Amma bu bölmələr bu xəttə qədər rənglərlə işləmək üçündür. Yəni köynəyin rəngini dəyişmək olsun, ayaqqabı rəngi, neysə rəngini dəyişmək, color balanslardır yəni. Bu hissələr isə axırıncı 5 hissə isə ultra bənövşəyə işıqlar vermək üçündür. Bölmələr bu şəkildə ayrılır. Bu isə backgroundlar üçündür. Və solid color seçirsiniz. Adi bir şəkildə color pickerimiz açılır. İllüstrator kimi rənginizi seçirsiniz, rənginizi verirsiniz. İstədiyiniz kimi nə rəngi istəyirsiniz. OK eləyirsiniz, rənginiz düşür. Deyək ki, bu rəngi dəyişmək istəyirsiniz. Gəlirsiniz elə layer bölməsində, elə bunun üzərinə, bu fiqurun üzərinə, layer bölməsində, bu layer hissəsində. Fiqurun üzərinə gəlirsiniz, 2 dəfə klikləyirsiniz, rəngini dəyişirsiniz. Bir də təzədən create new fill eləməyə ehtiyac yoxdur. Solid color seçməyə ehtiyac yoxdur. İllüstrator kimi burada istifadə eləmirsiniz. Bu hissə brush üçündür. Background rənginə vermək, nəsə bir detalın rəngini vermək, onun üçün istifadə edilmir. Fiqurlar burada da çəkmək olur. Adi bir qayda düzcağlar, digər fiqurlar var. Seçirsiniz, çəkirsiniz. Bu necə işləyir? Bax, çəkdiniz. Düşdü bura layer bölməsi. Photoshopda layerdən çox işləyəcəksiniz. Tez-tez layerdən tənzimləmələr aparacaqsınız. Baxın, rəng vermək yenə gəlib buradan vermirsiniz. İllüstratorda burada verirsiniz, amma Photoshopda buradan rəng vermirsiniz. Ya buradakı dairə deyil,
var, layer bölməsi var. Burada Smart Object düyməsi var. Və bu Smart Object düyməsi sayılır. Bu düymənin üzərində 2 dəfə klikləyirsiniz, pəncərə açılır, rəngini dəyişirsiniz. Dəyişdikcə də görə bilirsiniz rəngin dəyişikliyini. Ya da digər qayda necə verə bilərsiniz? Məsələn, baxın, yuxarıda shape yazılıb. Bax, fill və stroke. İllüstratorda kimi. Bunu seçsəm, bu itir. Gəlib ancaq buradan dəyişə bilərəm. Amma dairə toolunu gedib təzədən seçəndə və həm də layer bölməsində ellipsin üstündə olduğum zaman onda avtomatik olaraq yuxarı bölmədə fill və strokelar da açılır. İstəsəm, yəni burada məsəl üçün shape-də olmalısınız. Shape-də olsanız bu hissə rənglər açılır yuxarı bölmədə. Amma path-ə keçsəz rənglər itir. Pixels'ə ki, pixels'ə o da itir. Shape-də olmalısınız ki, rəngləri görə biləsiniz. Və adi bir qaydada bunun göyün üzərinə basıb, təzədən burada color pixels'ı açıb, buradan da rəngini təzədən dəyişə bilərsiniz. Ya da burada da hazır rənglər var, papka şəklində ayarlar, yəni dark rənglər. Buradan seçə bilərsiniz. Nə bilim, light rənglər, açıq rənglər, avtomatik sizə tövsiyələr verir, papkalar var burada. Belə köməklərdən istifadə edə bilərsiniz. Bu şəkildə dəyişə bilərsiniz. Fill, yəni iç rəng. Stroke isə qıraq rəngdir. Stroke-a basırıq. Burada məsələn fill rəngini yoxlamaq istəsəz, bunun üzərinə basırsınız. Yəni illüstratorda da var idi də. Həmin no color. Rəng getdi. Təzədən verin. Stroke-da da idi, non-colordur, amma seçirəm, məsələn, bu rəngi ağı verirəm və ağ düşdü qırağına. Stroke qalınlaşdırmaq istəyirəm, gəlirəm burada, klaviatura oxu ilə qalınlaşdırıram, amma dəyişiklik olmur, bunun üçün Enter basmalıyam. Enter basan kimi stroke qalınlığı da artır. Yəni, istəsə əllə yaza bilərsiniz, istədiyiniz rəqəmi. İstəsə klaviatura oxu ilə, bu rəqəmi seçib klaviaturanın oxu ilə aşağı-yuxarı belə artırıb azalda bilərsiniz. İstəsəniz bu balaca üç bucağa basıb, onun vasitəsilə də tənzimləyə bilərsiniz strokunuzu. Və illüstratordan fərqli olaraq burada bu bütöv rəngi strokun formasını dəyişmək var. Həmin bu strok rəqəminin yanında belə bir düz xətt var. Bunun balaca üç bucağına basırıq. Burada düz xəttdir. Bunu istəsək qırı-qırı xəttlər eləyə bilərik. İstəsək çox dairəvi xəttlər eləyə bilərik. Bu şəkildə tənzimləmək olur. Və bunun da rəngi azaltdıqca, stroku azaltdıqca görürsünüz, sıxlaşırlar. Məsələn, 12 eləyib, sıxlaşdılar, gördünüz. Yəni, düz formasından da keçid eləyə bilərsək qırı-qırı xəttlərə və yaxud da ki, parçalanmış dairəvi xəttlərə. Və strokunu da tənzimlədir. Burada amma tərsin olur. Stroku azaldanda qırı-qırı xəttlər sıxlaşır və yaxud da dairəvi dağılmış xəttlər sıxlaşmış olur. Strok azaldığı zaman. Fiqurlara bu şəkildə rəngi verirsiniz. Yəni, fill vasitəsilə və yaxud da ki, buradakı Smart Object düyməsinə 2 dəfə klikləyərək verə bilirsiniz, rəngi verə bilirsiniz. Digər üsul rəng vermək üçün property hissəsi var, illüstratorda kimi. Burada yenə property hissəsində bu həmin fiqurumuzun detallarıdır. Hündürlük, x, y, mövqeyi, yəni hansı locationda dayanıb. Bucağı, bu yenə sağ, sol, yuxarı, aşağı. İllüstratorda da var idi bu. İllüstratorda olan şeylər çox çıxacaq burada. Apply hissəsi yenə illüstrator var idi. Buradan da istəsə rəngi dəyişə bilərsiniz. Həmin şeydir. Yenə stroke. Yenə bunlar. O bilərə hələ diqqət eləməyin. Yəni, illüstratordakı pozisiyalardan eyni situasiyalar var burada. Qayda yenə eynidir. Üstünə 2 dəfə basanda fiqurunuzu ölçü ilə də yazıb tətbiq edə bilərsiniz. 500-ün 500-ə mənə dairə verir. 500-ün 500-ə dairə verir. Yəni, 2 dəfə klikləyərək illüstratorda kimi burada da bunu tənzimləyə bilirsiniz. Burada illüstrator fərqli olaraq, bu bilə bilirsiniz də. Bu da eyni qaydadadır. Figur, eyni qaydadadır. Triangle, poligon, hamısı eyni qaydadadır. Bu dairədə göstərdiyim kimidir. Line, tək xəttlərdir, düz xəttlərdir sadəcə. Belə. Və burada var Custom Shape Tool. Bu bir növ illüstratordakı spray formasında işlənilən funksiya kimidir. Hazır shape'lərdir.
Yəni hazır, baxın, custom shape tool seçdim. Seçən kimi yuxarı bölmədə baxın shape var. Özü açıldı. Baxın bunu seçmisiniz. Photoshopda bir dənə nazlı tərəf var ki, toolu işlətmək istəyirsinizsə, iminli o toolun üzərində olmalısınız. Yəni bunu seçməlisiniz. Gedib bunu seçib o yuxarıdakı funksiyaları itəcək orada. Yəni hansı toolu tənzimləmək istəyirsə, hansı toolla işləyirsinizsə, hansının yəni qaydasını götürməyə çalışırsınızsa, eyni qaydada o toolun üzərində olmalısınız. Custom Shape toolun üzərində mütləq şəkildə olmalısınız. Custom Shape toolu seçəndən sonra Custom'da yuxarı shape hissəsi açıq olur. Burada balaca üçbucağı var. Ona klikləyirik və papkalar çıxır. Və bunlar hamısı shape'lərdir. Hazır heyvanlar. Məsələn, seçdik, məsələn, zürafə. Yəni belə dartırsınız, mouse bas saxlayaraq. Hazır select tool seçirsiniz, boşluğa basırsınız, baxırsınız. Hazır, məsəl üçün, zürafə tipində bir heyvan. Bu heyvan maral deyəsən. Bunu istəsəz seçirsiniz, siz gəlirsiniz buradan strokunu yox edirsiniz. Stroksuz qalır. Siz seçirsiniz, gəlirsiniz buradan rəngini dəyişirsiniz. İstəsəz buradan üstünə iki dəfə klikləyib, figurdakı kimi. Figur necə işləyirsə, burada da eyni qayda. Figurdakı kimi üsulla, eyni vəziyyətlə rəngini dəyişə bilirsiniz. Hazır, yəni burada müxtəlif düşərək var. Baxın, bunu seçməmişdim. İtib yuxarı. Təzədən seçirəm, çıxır. Burada müxtəlif düşərəklər var. Qayıqlar var. Güllər var. Hamısını seçib, mouse basıb saxlayaraq o shape'ləri də istifadə edə bilərsiniz. Hazır şəkildə yəni. Eyni tənzimlənmiş versiya kimidir. Buradan aydın hər şey. Nəsə sualınız var? Bir şey aydındır. Aydındır. İndi gəldik bu üç toolumuza. Daha yavaş-yavaş sizə başa salın. Bunun üçün bizə real şəkil lazımdır. Pixels.com saytı var. Burada keyfiyyətli şəkillər olur. Photoshopla işləyirsinizsə, artıq yavaş-yavaş belə saytları öyrənməlisiniz. Hətta özünüz də biraz becid olub, ChatGPT ilə məsləhətləşib, yəni hardan, məsəl üçün, yaxşı keyfiyyətli fotolar götürə bilərəm pulsuz şəkildə, ona yazırsınız, o sizə saytlar önərir. Yəni, bunu bu şəkildə istifadə etməyə çalışın. Hər şey məndən gözləməyin deməyimi. Özünüzün araşdırma hissəsi olmalıdır. Hər şey mən desəm, sizin araşdırma qabiliyyətinizi əlinizdən alacam. Araşdırma yöntəmini deyirəm sizə, gedib araşdırmalısınız. Tənbəllik eləməməlisiniz. Pixels.com köhnə vaxtlardan bəri işləyən çox məşhur bir saytdır. Burada hətta Azərbaycanlıların da fotoları var belə, Azərbaycanlı fotoqrafların çəkdikləri. Burada hazır müxtəlif şəkillər var, istədiyiniz şəkili götürə bilərsiniz. İstədiyiniz tərzlər də var. Yəni, yüngülvari bir şey götürək. Çünki kəsim işini rahat görə bilərsiniz. Məsəl üçün, ücretsiz indiririk, gözləyirik, yükləndi. Papkanı açıram, bunu sürükləyib atıram, gəlirəm Photoshop'un içinə. Gəlirəm, səhifəmin içinə atıram. Düşdü bura. Düşdü, bir dənə enter vururam, hazırdır. Layer bölməsinə də baxaram, görürüm ki, hazırdır. İndi mən bu toolları ümumiyyətlə şəkili, məsələn, mən istəyirəm bu stəkanı çıxardım buradan. Və yaxud da şəkli silim, məsəl üçün. Kofenin də qabını silim, məsəl üçün. Bunu ümumiyyətlə istifadə eləmək üçün, yəni kəsim işini görmək üçün filan, Expand kimi bir üsul var burada da. Amma buna rasterize layer deyilir. Expand yox, rasterize layer. O da nəyə görədir? Baxın, şəkildə belə bir düymə görürsəniz layerdə, bilin ki, bunu rasterize layer eləmək lazımdır. Bu hal-hazırda Smart Object Time Nail hissəsindədir. Bu şəkilinizin, yazınızın, şəkil yazısının üzərinə mouse'u gətirirsiniz, sağ düyməni basırsınız və burada rasterize layer var.
Ona basırsınız və bu düymə itir. Bir növ Xmut kimi bir şey edirsiniz. Belə fikirləşin. Rahat şəkildə kəsim işini apara biləsiniz deyədir. Yoxsa seçəcəksiniz, kəsə bilməyəcəksiniz. Kəsməyəcək, error verəcək. İndi bu selection tool vasitəsilə də bunu böyüdüb balalaşdırmaq olur. Selection tool seçəndən sonra baxın, burada belə bir şey var. Shiftsiz şəkildə bunu böyüdüb öz ölçüsündə böyüdüb balalaşdırmaq olur. Shiftsiz şəkildə. Niyə? Bu düymə kliklənmiş vəziyyətdədirsə. Bu düymə kliklənmiş vəziyyətdədirsə, selection tool vasitəsilə shift'i işlətmədən onu böyüdüb balalaşdıra bilirsiniz. Amma bu düymə kliklənməmiş olsa, shift'ə ehtiyac olacaq. Bu şəkildə tərpədirsiniz. İllüstratorda kimi shift'i oynatırsınız. İndi burada bizim lasso tool'umuz var. Lasso tool'u nə üçündür? Lasso tool yumşaq şəkildə obyektləri silmək üçündür. Yumşaq şəkildə obyektləri seçmək üçündür. Lasso karandaş kimi işdir. Karandaş kimi obyektin ətrafında çəkirsiniz detalları. Necə yəni? Lasso tool'u götürürsünüz və obyektin boyunca çəkirsiniz. Və görürsünüz, amma bu məsələn obyekti çıxartmaq üçün rahat bir üsul deyil. Çünki əyri-üyrü çıxardacaq, baxın. Ona görə bu lasso, bunu ona görə göstərirəm ki, məsələn, bu tool'u harda necə istifadə edə bilərsiniz deyəcəm indi sizə. Amma obyekti sticker kimi çıxartmaq üçün istifadə edə bilərsiniz. Çəkdim onun ətrafını, amma görürsünüz, səliqəli şəkildə oldu. Bu deməkdir ki, lasso bu kofe qabını çıxartmaq üçün uğurlu deyil. Onda bu lasso nə üçündür? İndi onu deyəcəm, amma bu məsələni necə çıxartmaq olar? İndi bu üsulu deyirəm sizə. Bu üsulu bütün bu 6 dənə tool'un altısında da istifadə edə bilərsiniz. Ctrl-J. Obyekti seçib bitirəndən sonra Ctrl-J eləyə bilərsiniz. J. Obyekt çıxdı. Gəlsiniz, orijinalın gözünü buradan bağlayırsınız. Obyekt qaldı. Görürsünüz, bu opacity-li şəkildə obyekti mənim üçün çıxartmış oldu. Amma hələ də çox da səliqəli deyil. Bunun müəyyən bir pozisiyalarda istifadə edə bilərsiniz. Burada Phaser səsi var. Bu Phaser vasitəsilə də, yəni obyektinizin nə qədər geniş şəkildə opacity-li çıxardılmasını tənzimləyə bilərsiniz Phaser vasitəsilə. Amma öncədən eləməlisiniz. Burada yəni də Ctrl-Z-dən dala qayıtmaq olur. İndi bu obyekti silirəm. İndi bu lasso nə üçündür? İndi bunu gözünü bağlayıram. Bu lasso daha çox belə tipli işlərdə. Bir də məsəl üçün, deyək ki, arxa planı boş olan bir şəkil tapmışsınız. Arxa planı transparentdir, yəni arxa planı yoxdur, boşdur. Məsəl üçün. Arxa plan yoxdur bunun, transparentdir. Bunu yükləyirəm. Gəlirəm Photoshop'a. Atıram da. Şəkili istəsəz belə də ata bilərsiniz. File. Gəlirsiniz burada Place Embedded və şəkili harada yükləmişsinizsə oradan şəkli seçirsiniz. Məsəl üçün, yəni tonlar. Məsəl üçün, tutaq ki, basınız 2 dəfə obyektin üzərində şəkil düşmüş olur. Yəni, eyni pozisiyalı şəkildədir. Yəni, istəsəz, sonra da enter vurursa şəkil düşür. Yəni, file, place, embedded eləyərək də şəklinizi ata bilərsiniz səhifənin içərisinə. Ya da sürüklüyüb də ata bilərsiniz, illüstratorda fərq yoxdur. İndi baxın, burada çoxlu balıqlar var. Amma siz istəyirsiniz buradakı məsəl üçün bu balığı ancaq götürüb istifadə eləyəsiniz. Yenə bu şəkildə Smart Object düyməsi var. Yenə bunu sağ düyməni basıb rasterize layer edirsiniz. Rasterize layer düyməsinə kliklədik. Ondan sonra gəlirsiniz. Məsələn, bu obyekti ətrafında seçirsiniz. Şu arxa plan boşdur da, rahat şəkildə seçə bilərsiniz. Seçdiniz, Ctrl-J. Və gəlirsiniz, orijinalın gözünü bağlayırsınız. Təkcə bu qaldı. Gördünüz? Eyni qayda. Yəni,
Buradakı kimi eyni qayda ilə bu pozisiya ilə də eləyə bilərsiniz. Burada məsəl üçün qalıb, baxın, belə şeylər düzdür. Təzədən. İndi bunun ətrafını seçirsiniz. Nəyə yox eləmək istəyirsinizsə, və bunu seçdiniz. Delete. Delete basırsınız. Bu dəfə Ctrl-J yox. Silmək istəyəndə həmin hissəni seçib delete-ə basırsınız. Nəyisə çıxartmaq istəyəndə həmin hissəni seçib Ctrl-J eləyirsiniz. Və ya da Ctrl-C, Ctrl-V də eləyə bilərsiniz. Bu xəttləri də, bu qırı-qırı xəttlərin də yox olmasını istəyirsinizsə, Ctrl-D düyməsindən basırsınız. Və yox olur. Təzədən Selection Tool seçirsiniz və həmin bu balığı tərpədə bilirsiniz. İstədiyiniz kimi o balıq tərpənir. Lasso bu şəkildə işləyir. Poligon da bu şəkildə işləyir. İndi poligon hissəsini keçib, gözünü bağladıq, kofenin gözünü açdıq. Altdakı poligon. Poligon da eyni qaydadadır. Burada faizə çoxu sıfırda istifadə edilir, amma istəsəniz artıra bilərsiniz. O da sərtliyi və yumşaqlığa görədir. Faizə isə sərt şəkildə işləyir. Lasso karandaş kimi yumşaq şəkildə işləmək üçündür. Lasso isə onun sərt versiyası sadəcə. Və burada da baxın, çəkirəm belə. Mouse'u basıb saxlayıram. Bir-bir. Nöqtə bə nöqtə gedirəm. Elə bilin ki, kurve tool kimi. Nöqtə bə nöqtə atırsınız. Və bu daha çox məsələn sticker kimi çıxartmaq üçündür. Bu da məsələn obyekti, istədiyiniz hər bir şəkildəki obyekti rahat şəkildə çıxartmaq üçün deyil. Yəni, hər tool öz pozisiyası var. Belə bir şəkil çıxdı. Ctrl-J. Bax, görürsünüz, indi nəyi səhv elədik? Mən kofe şəklinin üzərində poligonu işləmişəm və funksiyanı bunun üzərində yerinə yetirmək istəyirəm. Amma mənim layerim balığın üstündədir. Və mən Ctrl-J eləyəndə o mənə səhv bir balığı çıxardır. Səhv bir şəkli çıxardır. Bunu deyirdim bayaqlar. Layerlərdə çox diqqətli olmalısınız. Hal-hazırda indi layerin üzərində düzgün olmadığım üçün düzgün şəkildə çıxmır heç nə. Mən gəlib bu layeri seçməliyəm. Çünki mən bu şəklin üstündə əməliyyat yerinə yetirirəm. Layer bölməsində mouse'dan həmin şəkli seçməlisiniz. Başqa şəkil seçib, başqa şəklin üzərində funksiya əməliyyat icra eləyə bilmərsiniz. İndi Ctrl-J eləyirəm. Orijinalın gözünü bağlayıram və çıxdım. Bu biraz məsələn səliqə şəkil çıxdı, amma tam da yenə də o deyil. Ona görə də poligon da iminli obyekti layeri seçib silə də bilərsiniz, delete basaraq. İndi balığın gözünü açdım. Orijinalın gözünü bağladım. Burada da yəni poligonu da sərt şəkildə ətrafda gəzdirərək istədiyinizi çıxara bilərsiniz. Ctrl-J. Orijinalın gözünü bağlayıram və balıq yerindədir. Ctrl-J çıxartdığınız obyekti düz obyektin üzərində saxlayır. Amma Ctrl-C, Ctrl-V eləyəndə, baxın, indi Ctrl-C, Ctrl-V eləyim, Ctrl-Z eləyim, dala qayım. İndi Ctrl-C, Ctrl-V eləyim. Obyekti göz tərpətdi. Çıxartdım, obyekti tərpətdi. Orijinalın gözünü bağlayıram, yerindədir. Ctrl-C elə bir ki, üzərinə çıxarır, pasteləyir. Amma Ctrl-C, Ctrl-V eləyəndə dağıdır biraz onu, qırağa atır. Belə bir yöntəm şəklində işləyir, belə bir üsulla işləmiş olur yəni. Buracan başa düşdünüz, aydın oldu hər şey. Nəsə sual, qaranlıq alan, çətinlik çəkəcəyimiz bir tərəf var. Başa düşdünüz? Tamam. İndi 5-10 dəqiqə fasilə eləyək. Bu videonu da atım sizə. Ondan sonra qalanına davam eləyəcəyik.